qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. O qaşqabağını sallayıb üzünü yana çevirdi, yanına bir körün gəlməsinə görə. Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdir və yaxud nəsihət dinləyib faydalanacaqdır. Nəsihətə ehtiyacı olmayana gəlincə isə sən ona diqqət yetirirsən. Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur. Səy göstərib sənin yanına gələn, Allahdan qorxan kimsəyə gəlincə ona məhəl qoymursan. Xeyr, şübhəsiz ki, bu bir nəsihətdir. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.